Gördüğünüz kimi saat 7'dir və biz indi 10 kilometr qaçacağıq. Niyə deyirsinizsə, heç özüm də səbəbini bilmirəm. Prosta video fikir tapamadım. Nə dedim, bugün bunu eləyək. Çox adam deyir ki, saat 7'də ya da səhər saat 10 kilometr qaçmaq çox xeyirdir. Biz də indi 10 yoxlayacağıq. Tamam. İnandım, tamam. Hə, Kamil. Kamil, sən də fikri alaq. İnşallah. 5'ti, 4'tü, 3'tü, 2'di, birdi bize yatmak yoktu. Biraz yolun başına sataq, orada qaçmağa başlayarıq. İndi biraz qızış. La bu ne danışıyor? Bax, belə. O saniyə necə? Nə tər qızışaq? Görüm səncəm bu havada yolda yetişmiyor. Bu havada donuz uşaqlar. Gün hələ indi doğur. Çox qəşəngdir gün doğumu. Sən nə qarsan? Alçadır o. Hə. Bu vaxt alçı yerlər hə. Yolda Uşaqlar 11 kilometr. kənd yolu bütün daşdı falan deyə belə biz burada qaçsaq. Səs daşıyım. Hə? Dubai çikolatası var. Bir dönüyor posta. Gözəldir. Uşaqlar kənd yolu bütün daşdı deyə qaçanda telefonla titrəyir. Həm siz görərsiniz, həm də telefonun düşmə riski var. Ona görə biraz qabaqda asfalta çıxandan sonra başlayacağıq qaçmağa. Yəni qabaq kəndə girib dəyib gələcəyik. Ay ne varsa ama. Kaçırdın sen. Kötü çocuk sokakta ve tatlı beresini. Başlayalım Kamil. Yavaş yavaş başlayalım. Daha. Gel kaç. Ne oldu? Oynaşmayın burada. A few moments later. Arkadaşlar. Gel. Oh my god. ...200 metreden biraz çok gelmiştik. Ancak indidən özümü yaxşı hiss edirəm ha. Dəqiq olsun. Özümü sağlam hiss edirəm. Tamam. İnandım, tamam. Ay, maşınlar falan keçən hamı dönür bizə baxır. Dönürmüşük iPhone-la bir-birimizi çəkirik. Dəliyəcəyik biz özümün quş. Nə qışıdır ki o? At gibi bəsdir. Nə? Vaq yeməli quşdur. Sən belə quşların adlardan bilsən. Qaç şampiyon. Öz bilin. Sən qalansına dedirsən. Elə. Elə şimdi yavaş yavaş dön də sən də. Yavaş yavaş dön. Olmaz, nə tər elə, geçən elə. Mən lazım deyil. Geçən elə. Ay şimdi şimdi sən. Fabio Moşsela da. Dağırsan. Təslim Allah'ım. O xatan kirpiyin oxlarına bax. Götürək bundan ki də. Qaydınız yox götürərsiniz. Bu tərəfdə belə kirpi var imiş ha. Var ya bu üçün də vurur. Vurub hardan bilsən? Bəlkə kimsə dişləyib. Bəlkə bir nəsə dişləyib. Gəl sən Kamil. Gəl qaçaq. Yolun yarısına gəlmişik. Dağ da çox zordur uşaqlar. Ayda uşaqlar gəldik yolun böyük bir qismin. Çatmışıq Ece.
Ücey az qalıb, çox az qalıb. Çatmışıq Ücey. O nədir? Elə. Otdan eləyibsən. Baxaq. Gələ baxaq. Oyda. Teknolojiya. Baxlar gördüyünüz kimi qatar çox Qabaqdan mən uzaqdadır. Ospiyan idi də. Yəni yolun yarısına çatdıq. Bura 5 kilometrdir. Bir də dalı qayıdacağıq 5 kilometr. Cəmi ümumilikdə 10 kilometr yol eləyir. O da 1 kilometr. Yəni deyirsən buradan çaqqal çıxa bilər də, hə? Kamil deyir ki, buradan çaqqal çıxma ehtimalı var. Yəni çıxsa mən parçalayacaq. Gördüyünüz kimi qatarda gəldi. Gedir. Oy da. Çox böyük də, sən boyda deyil. Hara getdi qatar, hə? Yox oldu. Oh my god. Hardadır? Dayda. Qatar. Ay söymə. Nə oldu? Uşaqlar, Kamil Diyanına söyüş qoyub. Ona görə dayanmayacaq. Sən biriniz dayanacaqsan Kamil. Mustafa. Sən lazım idi işləm aracına. Deyirəm, sən lazım idi işləm aracına. Bax, burada da bir atasöz yadıma düşdü. Deyir, çox yol getmək istəyirsənsə, balaca addımlarla başla. Uşaqlar qayıdırıq, yolda yenə kirpini gördük. Bir daha götürdüm, bundan xatirə kimi saxlayacağım. Kamil onu əlində aparmaq istəyir. Kamil, o qədər neyinsən? Bunlar götürsən formada verən üçün. Tamam benim kayınbabama kundura ayakkabılarını götürüp geliyor. Uşaqlar, gəlməyə fərqli yoldan gəldik. Dedik bir fərq. Nətən yan qaçan mərci? Yo, bura dübbələm düzdür, elə də əyirlik çoxdur. Düzdür, biraz Dubai şokoladları var, burası nəysə də. Bura bizim bağçamız olub, qabaq da məktəbdir. Kamil də indi danışırdı, məktəbi çox xoşduram, hə Kamil? Ay, yalan niyə danışsan? Məktəbdən sonra ağlayırdın. Greynin evinə oxşuyor. Kamil son zənci yanına düşəndə ağlayır. Son zənci yanına düşəndə ağlayır. Yəni, ona görə belə mövzuları çox açmaq istəmir ki, hə Kamil? Esatdan sən sözüm yoxdur dayı. Nəyə lazımdır Bakının istisində əzab çəkim. Nə versin insan? Yolun 99'unu tamamladık. Nə hiss edirsən? Təkərlərini dəyişmək lazımdır, yağımı dəyişmək lazımdır. Benzin vurmaq lazımdır. Uşaqlar, hələmiz 10 manatdan 20 manat raskoda girdik. Uşaqlar, inşallah bizi başa düşərsiniz. Çox yorulmuşuq. Buradan oyuna ayaqla gedəcəyik işte yəni. Buradan oyuna dediyim bisiklet yoldur. Ayaqla gedəcəyik. Uşaqlar, qayıtdıq. Gördüyünüz kimi saat 8:51'dir. Düz 2 saat o qədər yol gedib gəlmişik. Yalan deyilmişlər. Heç özümə elə dinc hiss eləmirəm. Çox yorğunam. Gedib yatacağım indi. İnşallah videoya like atarsınız, abone olarsınız.